Salam hörmətli izləyicilər, mən bugün sizinlə nar salatı hazırlayacağım. Nar salatı hazırlamaq üçün ilk öncə hazırladığım döş ətini salat hazırlayacaq qaba tökürəm. Üzərindən qoz ləpəsi, nar, 3 diş sarımsaq, cəfəri və mayonezi tökərək yaxşı-yaxşı qarışdırıram. Mən nar salatına eyni zamanda qaymaq da vururam. Təbii qaymaq olduğuna görə o xüsusi dad verir və yaxşı-yaxşı salatı qarışdırıram. Salata zövqə görə duz və qara istiot da vurulur. Salatımız artıq hazırdır. Yiyəcək və hazırlayacaq hər kəsə nuş olsun. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın.